Haydi başladım. Başladım. Aha, Figma'ya daxil olaq. Aha, bunu silək. Gələk bu hissəyə. Baxın, burada Figma saytı buradan seçirik, buradan aktiv eləyirik, klikləyirik, pəncərə açılır. İlkin olaraq bizi home səhifəsi qarşılayacaq. Bir dəqiqə bunu seçək. Burada templatelər var. Hansı ki seçib üzərində dəyişiklik eləyib, publish eləyib saytımızı hazır eləyə bilərik. Və ya sağ tərəfdə, sol tərəfdən daha doğrusu kateqoriyalardan istədiyimizi seçib onlara uyğun templatelər götürə bilərik. Ya da ki buradan plusa klikləyirik, özümüz öz dizaynımızı hazırlayırıq. İlkin olaraq başlıq olaraq onda bizə 2 dənə page frame verir, desktop ölçüsü və mobile ölçüsü. Burada breakpoint var. Breakpoint nədir? Qırılma nöqtələri. Bura klikləyəndə bizə bir dənə də planşet ölçüsü verir. Baxın, burada tablet ölçüsü var. Aha, kliklədim. Bunlar bizə default ölçülər verir. 1280, 800, 375. Biz bunları üzərinə klikləyib sağ tərəfdən dəyişə bilərik ölçülərini. 1440 və 1920 eləyə bilərik. Aha. Burada nədir məsələ? Breakpoint nədir? Bizim qırılma nöqtələrimizdir. Bizim qırılma nöqtələrimiz 1280, 800 və 375-dir. Yəni bizim ekranımızdakı dizayn, daha doğrusu frame'imizdəki dizayn o nöqtələrə qədər minimallaşır, kiçilir. Daha da kiçilə bilər, amma onlar qırılma nöqtələridir bizim. Və biz bura dizayn atdıqda, məsəl üçün bir dənə fiqur götürək, buradan hazırlayaq və bunun rəngini məsəl üçün belə bir rəng verək. Biz bu dizaynı hazırladığımız komponenti atanda hamısında eyni anda göstərir. Və biz bunların üzərində avtolayout eləyib fill container eləsək, bütün hamısının ekranına uyğunlaşacaq. Biz əllə öz dizaynımızı hazırlaya bilərik. Və ya kənardan hazırladığımız dizaynı bunun daxilinə ata bilərik. Necə? Sol tərəfdə invert var, daha doğrusu insert var. Klikləyirik. Baxın, burada bloklar var. Bir də library var. Library nədir? Sənin timində, mən hal-hazırda olduğum timdə istədiyim dizaynı bunun daxilinə ata bilərəm. Və yerləşdirib edir avtolayoutsa, hamısı uyğunlaşacaq, yığcamlaşacaq. Bir də bloklar var. Bloklarda page'lər var, naviqasiyalar var, hero sectionlar var, features var. CMS, bir də bunun daxilində əlavə funksiyonallıqlar var ki, bura xəritə, YouTube videosu falan belə şeylər ata bilirik, linklər ata bilirik, formlar ata bilirik. Məsələn, page'ləri buradan seçə bilərsiniz. About me, article, landing page. Burada hamısını bir-bir verir. Resume var. Navigation, əgər tək-tək əlavə eləmək istəyirsə, məsəl üçün gəlirik buradan naviqasiya seçirik. Məsələn, tutalım bunu seçirik. Klikləyirik üzərinə. Baxın, üçünə də eyni anda yerləşdi və həmin ölçülərə uyğun başladı yığcamlaşmağa. Və burada məsələ nədir? Üzərinə klikləyəndə də baxacaqsınız ki, bunların hamısı avtolayoutdur və hamısı fill containerdir. Baxın, buradan baxa bilərsiniz. Fill containerdir və avtolayoutdur. Bu ona səbəbdir ki, ekran nə qədər olur olsun, bu fill container olduğu üçün ekranı dolduracaq. Yəni, ekran nə qədərdirsə, o qədər olacaq burada. Sonra biz başqa naviqasiya keçidlərdə başlıq və ya footer ata bilərik. Məsələn, gələk hero section'a. Məsələn, buradan bir dənə hero section seçək. Məsələn, bunu seçirik. Və bu hero section hamısında editlənə biləndir. İstədiyin şəkli əlavə eləyə bilərsən, istədiyin yazını əlavə eləyə bilərsən. Səndən asılıdır. Butonları editləyə bilərsən. Hamısı avtolayoutdur. Bunların üzərində özün editlər eləyə bilərsən. Yerlə. Bu səhifənin özündə də avtolayout məntiqi var deyə. Baxın, istəyəndə yığcamlaşdırıb daha da balacalaşdıra bilərsən. Və belə deyim də sürüşdürərək, məsələn, bu başlığı gətirib bunun aşağısına ata bilərsən. Yenə avtolayout məntiqidir buradadır. Nə edirik indi biz? Hero section atdıq. İstəsək başqa bölmələr də yerləşdirə bilərik. Məsələn, feature-a keçirik. Baxın, burada bizim panellərimiz var, kart dizaynlarımız var. İstədiyimiz formada bento dizayn var burada. Məsələn, baxın bu formada. Soldan sağa düzülmüş kartlarımız var. Məsəl üçün, gəlib buradan nə edə bilərik? Tutalım ki, belə bir
yerləşdiririk. İndi biz bura əlavə olundu, digərlərini yox. Səbəb odur ki, biz mobile seçmişik deyə bu page seçib, tableti və ya desktopu seçib buradan əlavə eləsək, sırf ona əlavə olunacaq. Biz boşluğa klikləyirik və home-a klikləyirik, hamısı seçili olur. Buradan gəlirik Future-a. Tam ki, bu kartı yerləşdiririk. Baxın, hamısına yerləşdi. Dərsə elə gün qoşulan var. Hamısına yerləşdi və bir dənə fikir versək, kəsilmələr var. Bunun qarşısını almaq üçün nə edirik? Gəlirik, buradan page'imizi seçirik. Məsələn, tableti seçdik. Seçdik planşetimizi və uzadırıq. Uzatdıq. Mobile'ımızı uzadırıq. Uzunluğunu artırırıq. Bu da bizim mobile'ımız. Bu da webimiz. Sonra istəsəniz başqa feature'dan başqa nələrsə kartlar əlavə edə bilərsiniz. Məsələn, location var. Burada location əlavə edə bilərsiniz. Məsələn, bu tip belə bir dənə qiymət cədvəli olan dizayn əlavə edirik. Olur. Avtoliatsa hə, olacaq. Avtoliat olmasa da əlavə eləmək olur. Sadəcə belə deyim də, biraz əziyyət çəkməlisən, uyğunlaşdırın. Əllə işləməlisən. Figma dizaynda biz necə işləyirdik? Əllə responsiv yığırdıq, avtoliat olmayanda. Klikləyirik, buradan məsələn qiymət cədvəli çıxardıq. Enirik aşağı, məsəl üçün, belə bir dənə. Bu səhvlərimizə rəylər bölməsidir, yoxsa çox kiçikdir, görə bilmirəm. Sonra enirik aşağı, istədiyimiz, məsələn, burada əməkdaşlar var, partner olduğumuz şirkətlər var. Məsələn, gəlirik oradan, klikləyirik, yerləşdiririk, hamısına düşdü. Məsələn, sonra gəl navigation'dan, məsələn, istəsək burada gəlib YouTube videosu ata bilərik və ya map ata bilərik. Seçirik, home'u seçdik, gəlirik buradan, feature'dan yox, emp'dən nə atırdıq biz? YouTube videosu, location atırdıq. Yerləşdirdik, location'ımız da düşdü. Location hansısa bir panelin daxilinə düşür, çünki avtoliatdır deyə harasa bir yerə düşür, nəyinsə içinə düşür. Biz bunu uzadırıq. Baxın, burada o, belə deyim də, mərkəzdən böyüyür, sağ və sol hündürlük və eyni anda böyüyür. Biz bunun qarşısını ala bilərik. Necə? Baxın, burada sağ tərəfdə bunun ölçüləri var. Baxın, burada biz detach eləsək, buradan aspect rationu unlock elədik, detach elədik və böyüdürük. Uzunluğu böyüdürük. Böyüdü. Enini daha doğrusu böyüdürük. Belə oldu. Sonra gəlib, bunları bu ölçülərimizi də uzadaq. Planşeti seçək. Gəlirik, yerləşdirdik. Burada iç-içə düşüb. Bunları bir dənə yerlərini düzgün təyin etmək lazımdır. Bu nə idi? Bunu tutun bir dənə. Yaxınlaşdırıb bir-bir seçmək lazımdır. Bunun arxasına nəsə düşüb. Qiymət cədvəli çox arxaya düşüb. Bunları ləğv eləyək, təzədən açarıq. Bu nədir bəs? Xəritə promoy düşüb şeyin içinə, qiymət cədvəlinin içinə. Və burada niyə bu pozulub? Bir dənə klikləyək, buna baxaq.
Kontrol edəyək. Bir dənə bunları çıxaraq buradan. Yenidən əlavə edəyək. Biz burada nə əlavə eləməli idik planşetə? Telefonda da eyni oldu. Kartlarımızın üzərinə düşdü. Əlavə elədik. Biz bura nələr əlavə eləməliyik? Qiymət cədvəli əlavə edəcəyik. Insertə gəlirik. Features'dan qiymət cədvəli əlavə edəcəyik. Tuturuq, sürüşdürürük və yerləşdiririk aşağı. Bir dəqiqə. Aha, bu niyə belə düşdü? Biraz canlaşdıraq. Ola bilər ki, Figma'dadır problem. Çünki normalda bu avtoliat məntiqidir. Bunlar alt-alta düşməlidir, üst-üstə yox. İndi üst-üstə düşür. Buna baxaram yenə də. Çünki biz keçən dərs göstərəndə bu problem yox idi. İndi niyəsə belə bir problem yaranır. İş orasında da desktopda olmur. Planşetdə, mobildə olur. Bir dənə yaxşı gəlin footer ataq. Navigation'dan. Gəlirik məsəl üçün belə bir home seçim, home ataq tamam. Gəlirəm Navigation'dan bunu yerləşdirib klikləyirəm. Baxın. Home'a daha doğrusu desktopa düşür burada, amma üst-üstə olur. Maraqlıdır niyə? Bunu biraz uzada qoyulsun. Okey. Şeydəymiş, bu kartlardaymış problem. Yəni buna baxaq. Bunun ölçüsü kartın özündəymiş problem. İndi nə edirik? Bunu hack content eləyəcəyik. Uzunluğunu gəlirik sağdan. Bizim burada hündürlüyümüz var. Bunu hack content eləyəndə tam uzanır. Bu da bizim footerımızdır. Bu bizim xəritəmizdir. Xəritəmizi istəsək biraz da artıra bilərik. Footerımızı da atdıq. Hər şey okeydir. İndi biz bunu buradan preview'suna baxaq. İlkin olaraq planşet ölçüsünü atdı bizdə. Bunu desktop ölçüsünə keçirə bilərik. Desktop ölçüsünə keçirdik. İndi scroll eləyib dizaynımıza baxa bilərik. Sadə belə bir dizayn. Burada bizim Google Map'imiz var. Google Map'imiz işləyir, amma bizi San Francisco'da göstərir. Bütün atdığımız panellərin hamısı aktiv şəkildə işləyir. Burada bizim partnyorlarımız var. Bunları özümüz də eləyə bilərik. İndi onları necə eləyəcək göstərəcəm. Belə bir dənə saytımız yarandı. Və biz burada Figma dizayndan fərqli olaraq maraqlı interactionlar verə bilərik. Klikləyəndə default olaraq sizə hover verir prototipdə. Hover'ın üzərinə yaxınlaşdırıb biraz da böyüyür, kiçilir butonlarımız. Amma digər interactionları özümüz əlinə verə bilərik. Məsəl üçün, gəlirik buradan sağ tərəfdən interaction'a klikləyirik. Məsəl üçün, hover effekt verə bilərik. Yaxınlaşdıranda böyüsün, kiçilsin, rəngi dəyişsin, press effekt verə bilərik. Bunları biz Figma dizaynda eləyirdik. Məsələn, maraqlı olanlardan biri revolve var burada. Klikləyirik. Baxın, burada bizə göstərir hansı formada olmalı. Məsəl üçün, exit qoymuram. Məsəl üçün, belə bir şey, scaling, yəni daha şey olsun, böyüsün, uzaqdan elə bir şey böyüyərək yaxınlaşsın. Burada trigger olaraq, məsələn, səhifə yüklənəndəmi, sən bu sitəyə baxandamı və başqa bir layer'da olanda bu proses başlasın. In view, yəni baxanda olmağı daha yaxşıdır. Və reply olub olmamasını buradan seçirsiniz. Klikləyirik. Başlasın bir dənə. Demək, biraz sürətli oldu. Görə də bilmədik. Qaydıram Untitled'a. Scale in. Bunun parametrlərini eləyək. Məsələn, 900.
daha yumuşaq gəlsin. İstəsək bunu daha böyüdü və ya daha da kiçildə bilərik. Opasitesini azaldıb artıra bilərik. Neçə saniyə sonra başlasın. Məsəl üçün bura 300 yazaq. 300 milisaniyə sonra başlasın. Play-ə basırıq. Enir aşağı. Aha, formada gəlir. İstəsək biz burada interaksionu dəyişə bilərik. Hansı formada istəyir? Məsələn, revolve yox, başqa formada eləyə bilərik. Burada revolve'un üzərinə klikləyirik. Bunu ləğv eləyirik. Plus interaction'a basırıq. Məsələn, burada scroll seçirik. Sürət olaraq, məsəl üçün, 75 gəl yoxlayaq, gör 75 necə olacaq. Endirirəm. Baxın, scroll eləyəcəm. Bu scroll olduğum, daha doğrusu scroll etdiyim page'lər bunun üzərinə gəlir. Elə bil ki, qatlama məntiqidir. Baxın, uzadıram. Baxın, bu da gəlir bunların üzərinə. Speed biraz artıraq məncə. Speed'ə baxaq. Məsələn, 95 falan eləsək necə olacaq. Gəldi, məsələn, 75-dən 100 də olurmuş. 126 elədik. Buradan gəlin preview'unu açaq. Bir də səhifəyə girib çıxmıyor. Burada tam hiss olunmur. Bir dəqiqə baxın. Burada tam hiss olunmur, amma planşet ölçüsü bir dəqiqə üzr istəyirəm. Böyüdüm. Tam aydın görək. Planşetdən keçək desktopa. Aha, burada tam görünür artıq üst-üstə düşməyi. Okeydir. İndi geriyə qaydırıq. Burada başqa bir interaction əlavə edək. Məsələn, auto scroll əlavə edə bilərik. Baxaq sırada nə var. Scroll transform var. Bu məsəl üçün scroll trigger necədir? Onu scroll edəndə və page'ə baxanda. Bir də from var. Məsəl üçün bu defaultda qalsın. To, yəni necə transformasiya olsun. Biz bunu böyüdə də bilərik. Bunu fırlada da bilərik. Hansı formada istəyirsiniz eləyə bilərsiniz. Məsələn, X, Y olaraq dəyişə də bilərsiniz. Rotation'ı dəyişə bilərsiniz. Məsələn, böyütmə eləyək. Məsələn, eləyək 1.3 dəqiqə. 1.3 eləyək. Okay. Bu qədər böyüyəcək. İndi biz bunu bir dənə yaxınlaşdırırıq. Biz nəyə verdik trigger'ı? Geriyə verək. Okay. Defaultdan scale olacaq. Bir dənə baxaq. Onda bir dənə böyüdək ola bilsin ki, belə işləmir. İndi işlədi. Baxın, uzaqlaşdırıram, yaxınlaşdıranda böyüyür. Ekrana doğru gəlir. Bunu belə bir prototip növü var. Bunu da eləyə bilərik. Səhifəyə baxanda, scroll eləyəndə buradan istədiyiniz seçimi eləyə bilərsiniz. Scale eləyə bilərsiniz və ya fırlada bilərsiniz. Böyüdüb, kiçildib və ya nə bilim bucaq verib fırlada bilərsiniz. Yerini dəyişə bilərsiniz. X, Y-dən dəyişəndə yerini dəyişə bilərsiniz. Burada animasiyanın növünü seçə bilərsiniz. Hansı formada olsun. Daha yumşaq olsun, daha yavaş olsun. Məsələn, burada bouncy var. Optim olsun. Custom Spring özünüz default parametr, daha doğrusu əlinə parametrlər yazanda keçidi özünüz təyin edirsiniz necə olacağını. Sürətli gəlsin, yavaşlasın tipində eləyə bilərsiniz. Sonra gəlirik interaction'a bir də klikləyirik. Baxırıq buradan. Custom kursor var. Gəlin bunu eləyək. Məsəl üçün buna eləyək. Yaxınlaşdırırıq. Buradan interaction əlavə edirik. Interaction əlavə gəlin bir dənə kursorumuzu yaradaq. Gəlirik buradan bir dənə frame seçirik. Frame seçəndə məsələn bu qədər bir şey yəqin ki bəs eləyək. Rəngini eləyəcəm qara. Eləyirəm qara. Belə bir şey. Kənar radius verirəm məsələn 12 və beləcə frame-dən eləməyək çünki yaz da yazacaq. T-yə basıram. Yazıram. Yaxınlaşdırım biraz. Klik here. Yazımızın ölçüsünə baxaq. Nə qədərdir? 12-dir. Gəlin biraz böyüdək eləyəcəm. Məsələn 20 eləyirəm. Bunu avto layout eləyirəm. Shift A-ya basıram. Avto layout olur. Buna fill verirəm.
rəngini seçirəm. Padding verəcəm. Məsələn, sağdan verirəm 30, üstdən də 15 verirəm. Round verirəm 12. Baxırıq. Okay. Bu hazır. Bunu elədik. İndi gəlirəm, bunu seçirəm. Prototype keçirəm, interaction-a klikləyirəm. Buradan custom kursor əlavə edirəm. Deyir, buradan bir dənə frame seçməlisən ki, kursorun ona dönüşsün. Frame 1 yaratmışıq, elə onu seçirik. Kliklədik, bu oldu belə. İndi nə edirik? Bağlayırıq, gəlirik, present edirik, böyüdək, aydın görək. Buradan yaxınlaşdırırıq. Baxın, kursorumuz normal, belə bir kursordur. Üzərinə gətirəndə bunun click here olur. Biz nə seçirsə olur. Siz, belə deyim də, açıq mənbədən, community-dən ola bilər, Google-dan ola bilər, hər hansı bir platformadan yüklüyürsünüz, onu avtolyat və ya komponent və ya nə bilim frame formasına salandan sonra həmin şəkil ola bilər, öz şəkliniz ola bilər. Məsələn, elə dizaynerlər var ki, iş yoldaşının başını şəkildən götürür, kəsir, onu frame edir ya da komponent edir, custom kursor eləyir və işləyəndə onunla işləyir. Belə görün, biz də click here elədik. Və endirik aşağı enəndən sonra dəyişir. Belə. Gətirəndə olur click here. Belə bir custom kursor qoya bilərsiniz. Sonra gəlirik interaction-a başqa nə edə bilərik? Auto scroll verə bilərik. Gəlirik burada interaction-a klikləyirik. Klikləyirik auto scroll-a. Baxın, burada sürəti də təyin edə bilirsiniz. 50 var, 100 var, daha sürətli, lap sürətli var. Yəni, lap sürətli yəqin ki, çox görməyəcəyim. Burada deyir ki, üzərinə gətirəndə dayansın və ya ümumiyyətlə üzərinə gətirəndə dayanmasın. Sola doğru olsun və yaxud sağa doğru olsun, sizdən seçirsiniz. Okey, bu qalsın, sürətimiz yaxşıdır. Məsələn, istəsək, burada əllə də daxil edə bilərik. Məsələn, 100 edirəm, daha sürətli olur. Yəni, 100 yox, elə göstərirsə, ən sürətlisini göstərək. Məsələn, edirik buradan 300. Başladıq. Böyüdək. Enirik. Və bu formada auto scroll olur. Auto scroll olur və üzərinə gətirəndə dayanır. Kursorumuz da custom kursor elədiyimiz üçün click here olur. Belə. Sonra burada maraqlı prototyplardan nə var? Gəlirik interaction-a. Play var, baxın burada. Bunu gəlin buna verməyək. Buna çox prototype verdik. Keçirik burada qiymət cədvəlinə. Interaction əlavə edirik. Buradan play-ə gəlirik. Baxın, burada spin var. Spin-ə klikləyirik. Bu onun fırlanacağını deyir bizə. Trigger olaraq klikləyəndə, baxanda, hover eləyəndə hansı formada siz ola bilər. Məsələn, on view olanda siz o page-də qaldığınız müddətdə, onun üzərində qaldığınız müddətdə o fırlanır. Və burada deyir ki, saat istiqamətinə və yaxud saatın əksi istiqamətinə fırlansın. Və burada speed-i təyin edirsiniz. Çox sürətli olsun, çox yavaş olsun. Məsələn, sürətli olsun, cəld olsun. Okey, başladıq. Full preview elədik. Enirik aşağı. Bu formada fırlanır. Və sən bu page-də qaldığın müddətcə bu olacaq belə. Enirik. Fırlanır. Bunu hoverla da eləmək olur. Nə bilim, kliklə də eləmək olur. Baxanda da eləmək olur. Desən, yox, kliklə olmursa, biləmirəmsə. Baxaq. Kliklə də olur. Klikləyəndə fırlanır. Hansı formada siz eləyə bilirsiniz. Sonra bu play-in daxilində maraqlı prototyplar var yenə. Mənə də maraqlı. Bu nədir? Burada saytı hazırlayıb, publish edirsən deyə bu interaction-ları verir. Amma Figma dizaynın özündə sən fronta back-a atacaqsan deyə, zaten front back onu görməyəcək. Yəni, ona görə başa salasan.
Bəlkə əlavə edərlər Figma dizayna, amma o Figma saytda sən buradan gəlirsən, indi publish edəcəyik. Publish edirsən, saytın hansı bir sənə domain verir və girib baxırsan. Sonra gələk, məsələn, buna klikləyək, baxaq nə var burada. Buna play vermək olmur. Gəlin buna verək. Elə buna lazım idi. Seçdik. Buna interaction əlavə edirəm. Interaction əlavə playdə Lightbox var. Klikləyirəm. Hansı formada olsun? Dissolve olsun. Moving də seçə bilərik. Aşağıdan sürüşür. Buradan göstərər. Yəni göstərmədi. Close iconu qoysun. OK qoysun. Və ya harasa klikləyəndə içsin, bağlansın. Backgroundumuz dark olsun və ya blur olsun. Gəlin blur seçək. İndi başladaq. Həmin üzərinə klikləyəndə arxa blurlaşır, bu şəkil bizə görünür. Bunun hansısa e-commerce saytlarında eləmək olar. Şəkilə geyimə və ya nəsə klikləyəndə yaxından görünsün deyə eləmək olar. Sonra playdən nə verə bilərik? Gəlirik buradan play'ə gəlirik. Bax burada hərəkət etdirilə biləndir. Nədir bu? Bunu seçirik. Biz istədiyimiz formada bunu sürüşdürüb harasa hərəkət elətdirə bilərik. Bu məntiqini tam başa düşmədim. Niyə belə bir şey var? İndi sürüşdürədən baxalım. Mən bunu harasa apara bilirəm. Yəni, niyə belə bir şey olsun saytda mən maraqlıdır. Ya, belə bir şey var. Klikləyirsiz, yəni sürüşdürüb getdi. İndi onu tapmaq var. Belə bir şey. Sonra bunu dəyişək. Əməliyyat sistemləri olur, drag and drop. Məsələn, faylı sürükləyib atmaq belə. Bu saytın içində mənasızdır. Sırf əməliyyat sistemi içində olur, amma saytda mənasızdır. Ola bilər. Bir də birisi nədir? Mouse-la üzərinə klikləyəndə həmin hissə seçilir. Məsələn, gəlirik buna verdiyi həmin interaction-ı. Başladırıq. Klikləyirəm. Yox, bu o deyilmiş. Seçilmə var. Bu, mouse-la bir yerdə hərəkət elətdirirsən onu. Mouse üzərinə gətirənə bu da hərəkət edir. Gəlin bunun sürətini artıraq. Daha belə maraqlı olsun. Smoothing, OK. Offset. Mesela 10 qoyaq bunu. Baxaq görək necə olacaq. Bunu sən 100 eləsək necə olacaq? 100. Maraqlıdır. 100 də qalır arkada. Bu aşağıda qaldı kimi gəldi mənə. Sonra desən itir. Ya zaten bu Figma sayt beta versiyadadır. Üzərinə klikləyəndə də görürsünüz ki, burada beta yazılır. Yəni sadəcə test mərhələsindədir. Onlar üçün feedback lazımdır. İstifadəçilərin feedbacki ki, biz burada nələri dəyişə bilərik, nələri yaxşılaşdıra bilərik də. Sağ tərəfdə məsələn Figma Make var. Figma Make'də dizaynlarımız varsa bundan daxilinə yerləşdirə bilərik. CMS var. CMS bunu belə deyim də, Cloud-ya və yaxud nə bilim ChatGPT-yə, Gemini-yə CMS əlavə edirsən və şey deyirsən, sən dizaynını koda çevirə bilir və ya sən dizaynda dəyişikliklər eləyə bilir. Burada settingsimiz var. Settingsdə domain var, fontlar var, bir də general bölməsi var. Buradan istədiyiniz sayt haqqında məlumatlar yaza bilərsiniz. Və burada status olaraq not published yazılıb, yəni hələ ki publish olunmuyor. Mən bu publish'e klikləyəndə burada başlıq olaraq məndən başlıq istəyəcək və deyir ki,
Sənin saytın bu domenindən olacaq. example.figma.site. Bu başlıqla olacaq. URL ilə olacaq daha doğrusu. Başlıq olaraq da nə istəyən yazırsan, publish eləyəndə sənin saytın olur. Açıq mənbədən kliklənə bilən bir sayt. Elə buradan da publish eləyə bilərsiniz. Klikləyirsiniz, başlığı yazırsınız, publish eləyirsiniz, saytımız publish olur. Hazır vəziyyətlə gəlir. Belə maraqlıdır, işləmək olar. Amma hər şeyi burada eləmək olmayacaq. Figma dizayn yenə də bizə lazımdır. Biraz elə bil ki, çox kiçik saytlarımız varsa, Figma dizaynda vaxt xərcləmək əvəzinə gəlib burada bu tip kartları, bu tip sectionları əlavə edib, üzərində dəyişikliklər edib. Yəni, başqa belə yerdə, məsələn, Framer'da falan işləməkdənsə, elə bir Figma saytın daxilində işləyib publish eləmək olar. Yəni, ya da ki, Figma dizaynda özünü yormaq istəmirsənsə, gəlib buradan hazırlayıb 2 dəqiqəyə publish eləyə bilərsən. Domainin falan varsa. Belə. Bu prosta səhv eləmirəmsə premium hesablardadır. Biz bayaq baxdıq, premium hesabla istifadə eləmək olur. Ona görə tələbə meyilli və ya premium hesabda daha yaxşı olar. Bu adı niyə xəccə World qalır? Xəccə World Space. Adını dəyişək. Yəni biz rekordumuzu da dayandıraq hələ ki. Kaydı durdu.